Baxaq. Deməli, birinci sualda informasiyanın aktuallığını soruşulur. Aktual informasiya. Təbii ki, aktual informasiya zamana uyğun olan informasiyadır. Müasir dövrlə ayaqlaşan. İnformasiyanın cari zamana uyğunluq dərəcəsi təbii ki, aktual. Bu sual 2 dəfə yazılıbdır. Üçüncü sual mənimdir. Müəyyən bir cihaz müəyyən bir cihaz deyir ki, ədədi və mətn məlumatlarını çevirmək üçün proqrama köklənmişdir. İnformasiyanın çevrilmə qaydasını izah edib, sual işarəsinin yerinə nə yazıldığını müəyyən edək. Baxın, 32 odursa, bir də B-dir. Sizcə burada təbii ki, A da sıfırdır. Deməli, sıfırdan başlayıblar. 0 kiçik B'dir. 1 isə 0 kiçik A'dır. 5 isə 1. Müəllimə, hansını deyirsiniz? Üçüncü. Müəllimə, bunu Müəllimə, burada hərif öz adı ilə başlayır. Məsələn, 3 ilə, 7 ilə, bəli, bəli, 1 46 qına. bəli. Deməli, bir hansı informasiya aid deyil. İnformasiyanın növü var. Müəllimlər, informasiya Keyfiyyət. Müəllimə, informasiyanın keyfiyyəti yoxdur. Keyfiyyətsiz informasiyadır. 33 baxın müəllimlər, bu test sırf sertifikasiya, əsl bax sizin sertifikasiya səviyyəli sualdır. Yəni bəsit suallar çoxdur burada. Sizdə də imtahanda da bəsit suallar Bu olur. sualdan razılaşmadım, qrupa da atmışdım. Burada mən ikini götürmüşəm. Əslində 2 dəfədir. amma bu çox səhvdir. Burada da variantlarda səhv verir. Mən 2'dir burada. Müəllimə bir dənə yazsın. 33 rəqəminin ikilik say sistemindəki yazılışında. Müəllimlər 33 rəqəmində ikilik say sistemini çevirdiniz. Neçə aldınız? 1, 4 dənə 0, bir də axırda 1. Evet. Deməli 2 dənə 1, 4 dənə 0. Düzdür? Bəli. O da 4'ün 2'ye nisbətində 2 alır. Bəli, A variantı. Bəs cavabda necə verilir? Bəli, cavab A variantı. Cavab 3 idi deyəsən. Cavabda 3 verir. Yox, səhvdir. Cavab A variantı. O bilsin texniki səhv olsa cavabları yazalım. Bəli, düzdür. Cavab A variantı. 2-dir. Bunu necə yazmışıq? Müəllimlər 7-ni. 3. Bəli, müəllimə 2-dir. Orada 8'li say sistemidir. Bəli, 8'dir. Onluğa getirtmişik. Bəli, 10-31'i X keçirik onluğa. 10-31'i keçirik. Keçirik onluq say sisteminə. Sep yapmış. Bak. Bak siz yaptı. Bu şu defteri alacağım. Güzel. Bak. Oluyor. Hamsı da geçirir. Oluyor çok geçirir. Bak biraz ne oluyor ki? 25'te. Ben bunu əlifbasının 33 hərf var. Bu qədər simvol kodlaşdırmaq üçün neçə bit tələb olunur? 33 iç üstü nəyə yaxın?
206 nə ilə arasındadır? Yüksək qüvvəti götürür. Deməli, Altı. 32 ilə 5 ilə 6-nın arasında. 32 ilə 64-ün arasında. O da 6 bit. 6 götürür. Bəli, bəli, 6. Mən Doqquzuncu sual da məncə səhvdir. Bəli, bəli. Mən də onu 42 42 deyəsən. amma Hə, 40 Hə, bu da 44 götürülüb. 44 deyəsən götürülmüşdü. 10-cu sualda çox maraqlı sualdır. 10-cu sualda məncə nədə səhv var? Cədvəl yoxdur. Bu nədə vəzdən söhbət gedir? Mən ona hələ də fikirləşirəm. Hə, məncə orada cədvəl olmalıydı. Yox, məmnun. Cədvəl yox, əlifba olmalıydı. Hə, nəsə olmalıydı. əlifba Axırda olmalı. sualda nəsə çatılır. Bəli, bəli, əlifba yazılmalıdır. Binari digit bitdi. O məncə saçmadır. Bəli, burada deyir ki, birləşdirən yollar A şəhərindən D şəhərinə neçə müxtəlif Bəli, burada da 13 dənə yol var. Bəli. Bəli. Hə, bu da asandır. Adam fırlanın özü üçün. Bəli. Bəli, Burada da Yönləndirilmiş qraf, diaqram deyildi ki. Mən də idraf götürmüşəm, amma burada yol Yönləndirici, istiqamətləndirici diaqram deyildi ki, qraf, diaqram. hə, bəli, bəli. D variantı. Burada da mən idraf götürmüşəm, amma yolu verir. Mən də diaqram götürmüşdüm, orada yəqin səhv oldu. Hə, yox, diqram. Yönləndirilmiş diqram. Burada da kök yarpaq. Köklü yarpaqdır. Hə, mən də onun kök yarpaq götürmüşdüm. Monitorun da ekran düyümdür. Bir düyümdə o 2,154-ə bərabərdir. Santimetrə. Santimetr, bəli. Bəli. Ya düz. Bu da ki, hərfdir. Hərf axırıncı var. E bəndi, etibar. Monoxrom 2-dir, ağ qara. Hə, ağ qara. C bəndi. Bəli. Deyirəm, 51 üstə gələk olacaq. Belə düşsə olacaq mənim. Deyirəm də, mən elə belə söz demirəm. İlqar müəllim nəsə bilir. 0.7. Efendim bu 0.7. İnşallah. Bəlkə hamımız olsun. Hə. Müəllimə, mənə 40 dəfəsdir. Mən maksimalist deyiləm. İnşallah hamınızın arzuladıq kimi olur nəticə. Bir şəkildə verilmiş düymə hansı funksiyanı daşıyır? Məmnun. F təbii ki, hansı funksiyadır F1? Hərfdir mənim orada, hərf. Müəllimə, düymə olmağına funksional düymədir. Çox Yox, mənim hərfdir. Bilirəm, hərfdir, onu bilirəm. Deyirəm, yəni F1-dən F12-ə qədər funksional düymədir. Onu demək istəyirəm. Dedim görüm sizi çaşdıra bilirəm. Orada keçən hansısa müəllim idi. Dedi ki, müəllim burada bəs F-dir funksiyonal olmalıdır. Yox, müəllimə, F10-da funksiyonal olacaq ki, məsələn deyirəm. Yanda rəqəmlər var. Və yaxud da F7 olardı, onda hə. Bəli. Bəli. Monoxrom displey təsvirli. Bu 2-dir də mənim ağ qara. Müəllimə, burada da Androiddir, Android. iPhone-lar şeydə, Samsung-larda olan proqram, əməliyyat. 19-u deyilsin. Bəli, bəli. Bəli. Bu birisi Oracle-dir. Proqramlaşdırma dili deyil. Rubis. Bəli. Bu bir MS. Burada da müəllimə, A bəndidir, maşın, formal. Formal dillərdə müəllimə, misal üçün musiqi notlarıdır, riyazi düsturlardır. Bəli. Düz. Burada da 21-də də 2, 3, 5. Proqramlaşdırma dili xidmət proqramlardır ki,
Yox, mən bilirsiniz, müəllimə, bircə dəqiqə üzr istəyirəm. Mən bilirsiniz onu niyə elə götürdüm? Yo, düz deyirsən. Mənim orada da cavab elə idi. Mən də olsa onu Bircə götürmüşəm. dəqiqə üzr istəyirəm. Niyə elə götürdüm? Mən məntiqlə götürdüm. Misal üçün ikinci odur, üçüncü odur. Baxıram variantlara 2, 3, bir də 5 gəlir. Əgər Mən də elə götürdüm. əgər 2, 3 deməli xidmətidirsə, deməli variant bir dənədir. Amma o sualda fazla səhvlik var. Çünki proqramlaşdırma dili xidmət Bilmirəm, proqramlarından deyil. Sözsüz müəllimə səhvlik var. Yəni mən sualların çoxunu açığı yerə yazıram. Ya variantla işləmək daha yaxşı. Yo, mən də elə götürdüm. Dedim ki 2-3, 2-3 100% əmin oldum. 2-3 də bir dənə B variantındaydı. Bəli. Bəli. Sonra 22-də deyir, hansı qovluq adı düzgün yaz. Axırıncıdır. Hala. Hayır, qovluq deyil. Axırıncı. Hə, Çünki o birisilərdən istifadə olunmur. Nidadır, ulduzdur. sual işarətidir. Xəttlərdir. Düz xətt. Finalda ümid 31 dənədir deyə bildim. İstifadə olunmur. Yox, olmaz. 9 dənədir, 8 dənə. Niyazi müəllim, bax mən günləri 42-50 yazmışdım. Sonra şeyə baxdım, nədir? Sən denən, siz deyin. Deməli, izaha baxandan sonra bir YouTube-da izaha baxıram. Ona baxandan sonra 2 də qoydum üstünə. 44 yazdım. Bax, indi neçə günümüz qaldı, İlqar müəllim? Nə bilim, bugün 500, 600 da 19 gün. 19 gün qalıb. Hər 19. 2 balla qaldırsan, olunu bəs eləyir. 50 oldu. Mən 40-45 uzağı 45 bəsimdir. Vallahi billahi. Mənim bacım qızı 50 toplayıb deyirəm evin tikilsin. Mən 35 toplayım, sən 50. Nə fərqimiz oldu? Belə getməz. Word proqramında da 500'dür. Baxaq. Word-də 500. Çox yaxşı bir şey. Excel'də 4'dür, burada 5'dir. Araşdırmaq çox yaxşıdır mənlər, həqiqətən. Deməli, 23-də 23-də nətər yazmışıq? Bəli, mən 23'də deməli 512'ye bölmüşüm. 24, ha 22 deyilsin. Bəli. Hə, 512'ye bölmüşüm. 8 yox, 512 deyim məndə. 8 256'ya. Tek sorun hədini 512'dir ha. Belə deyil. Bəli. Hə, yəni, mən üzr tane, hə. 2'ye böləndə 4 alır. 512, hə, 512. Sərt diskdə C ilə işarə olunur. C, bizim C, onun elə bir şey, Urus'un C'si bizim C'miz. C-diski. Bəli. Niyazi müəllim, belə düşsə yazmaq olar. Belə olsa tutulmaz. Sembolik o səhv cavablarda bizim xeyrimizə həll edəcəklər. Bəli. Baxaq. İnşallah. Baxın, komputerin sərt diski deyil, ənavə olaraq hansı hərflə işarə olunur? Təbii ki, bunu hər birimiz bilirik ki, sol, bəli, C diski ilə işarə olunur. Hə, bunu nətər dedi Zilqar müəllim? Word-də necə idi? 400'dür. 500. Word-də 500'dür. 4-5'dir. Excel'də. Ay, 26-cı sualda da, burada da mən bir şey deyəcəm ki, İlqar müəllim, özünüz də bir dəfə yoxlayarsınız. Kilit fazda sətri ayrır, növbəti sətrə keçir. Hər hansı məsələn yazının ortasında vuranda sətrin növbəti sətrə keçirir. Belə desə sətr. Ay sağ ol. Ancaq Mən də shift tab yazmışam orada. Burada MT'də var. Bu ikisi variant arasında, yəni burada ikisi də salınmağı məncə düz deyil. Mən öz fikrimi deyirəm. Yine də özünüz yoxlayıb baxarsınız.
Yəni mən burada şirif tab götürmüşəm, səhv götürdüm, enterliyim. Mən də shift tab Ama şirif tab mənim yadımda o vaxtdan da qalıb. Sonradan özüm də bu səhv çıxanda özüm də yoxladım. Görürəm ki, yoxda, yəni mən düz bilmişəm. Yəni şirif tab. Müəllim, əsas odur, biz düz bilək. Onsuz da bizim xeyrimizə həll olur elə şeylər. Deyirəm, adam bilmədiyini öyrənər də. Yəni, Yox, köksüz elədir. harada səhv eləmişəm. Yəni, yadımda da heylə qalıb, heylə eləsəm, yenə də deyib orada səhv eləyərəm də, o baxımdan deyim. Mənlə bunlar Adətən növbət tətrə keçir. Yəni, internet növbəti sətrə keçir, amma kitab bu sonra hardan qoyursansa, oradan belə deyək də vurur ki, enterdə həmən funksiyanı yerinə yetirir. Bu ikisi yəni ziddiyyətsiz. deməli müəllimlər, iki abzası bölmək üçün klaviaturadan hansı düymədən istifadə edirik? Onu dedik də müəllim, şirif tab da həmən funksiyanı yerinə yetirir, enterdə. Müəllimlər, enter, yox, bax, sual diqqətlə oxuyun. Deyir ki, iki abzası, bir bazası, iki abzası, sizə bir vərəqi ortadan bölməkdən söhbət gedir. Bax, bir vərəqi götürüb də ortadan iki yerə bölürlər. Söhbət ondan gedir. Ona görə shift tab. Biri var, enter. Biz də shift tabı götürmüşük, amma cavabda enter qoyublar. Yox, düz deyil. Enter bu da səhvəyə keçir. Düz deyil. Deməli, tətrə. Sətrədən da səhvəyə deyirəm, üzr istəyirəm. Sətrə Yox, estağfurullah. Enter. növbəti keçirir, növbəti abzada keçir daha. Bəli, yalnız müəllimlər shift enter, control enter bu düymələr vasitəsilə növbəti səhifə. Bəli. Amma ki shift tabla artıq abzası iki hissəyə bölünür. Mən enterdə həmən ki funksiyanı yerinə yetirir daha. Aşağıdakı diaqram hansı diapazondan istinad edir? Burada D2, A2, D2. Bəli, A2-dən C2-yə 4, 5, 6. Hə, A2 D2. bəli. Çünki A-ya hansı uyğun gəlir? 4, 4, B-yə 5, C-yə 6. Bəli. Verilmiş nümunə. Bu iyarxikdir. Bəli, bax bu yarıq düşə bilər. Çünki orta məktəbdə buna geniş yer verilir. elə bir dənə var. Burada da var. Elə düşsə əla Bu da olar. altı bucaq. Müəllimə, burada da müəllimə 6 bucaqdır. 6 bucaq. Niyə 6 bucaqdır? Ona görə ki 60-dır da 6 dəfə 6 36 eləyir, 360. Əla. Bəli. Biraz prostu müəllimə, belə şeylərdə məntiqi Bu sualdan da mən razı qalmadım. Mən bu sualda 1 ilə 2-ni götürmüşdüm. 2 olanda şərti ehtiyac deyil axı. Birdən Yəni 3 də ola bilər, amma 3-ü əsas kimi götür. Çünki burada deyir ki, mütləqdir. Və mütləq, amma burada 1 ilə 2 şərti ödəyir. Bu sual Mən də 1 ilə 2-ni götürdüm, amma səhv çıxdı. Deyəsən orada və blok. birdən Burada ikisi də 1 olanda, buradan ikisi də 1 gedir. Bu 0 olanda, yəni bunun biri 0 olanda bu onsuz da or blokludur da. Biri verir bura. Onda da işıq yanır da. bu yəni bu ən axırda hər ikisi 1 olmalıdır ki, vurma əməlidir də 1 açılsın. Bir atın. Burada bu ikisi 1 olsun ki, bu 1 olsun. Bu 0 da ola bilər, 0, 1. Yəni bağlı da olsa ola bilər. Burada da mən də ikinci və üçüncü, yox, birinci və ikinci. Birinci və ikinci. Düzdür müəllimlər. Burada da səhvdir. Bilmirəm, bəlkə Yox, düz siz dediyiniz variant doğrudur. Çünki orada olmasın yenə texniki səhv olur. Siz dediyiniz variant düzdür. Burada da ki, burada da 5 3 1 6 2 4. mən belə tapmadım. 5 ilə başlayıb 4-dən qutar. Bəli. Hə, də müəllimə. Deməli Deyirəm, yəni, etobüslərə baxmadım.
Ben de Bilmem beşle, başlayan mesela beşle başladım. Ben de məntiqlə. Məsələn, heç onların baxmadım açığı. Beşi bir baxdım ki, məsələnin qoyuluşu, sonra riyazi modelin qurulması, ondan sonra bildim elə odur. Evet. Bəli. Bu da Davam edək. Bu da asan değildi. Onu 3'e bölsen. 3, 3 üstüne 5, 8. Benim B bəndidir. Bərdə. 8'i 2'ye bölende 0. A'mız da 0. 8'in üstüne 0, 8. Deyirəm də B bəndidir. Bəli. 33-ə baxaq. burada da 6345 D bəndi. Burada da 6 ile 3456'ını ona bölende 300 6, 6'nın mine 6000. 3456'nın ona bölende 345. O da 6345. O tərəf bu tərəfi yoxdur. 51 üstə gələkdir. İnşallah. Bəli. 34-də də müəllimlər, misallar, bu tip misallarda birinci nəyə həll edib? Qüvvətə yüksəltmə. Birinci kvadratı. Mötəzəl Orada Mötəzədən mötəzədən içindən də birinci kvadrat əldə edir. 4'ün kvadratı. 4'ün kvadratının altında. duaratı bəli, o eləyir. Ondan sonra da 48. Onda üstə 4 gələndə 52, 52-ni 2-yə böləndə 26, 26-nı da 3-ə vurursan elir 78. Bəli. Verməz bizdə. Avcı bu sualı əzbərləmiş bu 35. Aha, mən 12 bu keçir. 12 müəllim burada da. Yine bu sual. Ümumiyyətlə, həll eləmədim. Elə promo ortaya. Müəllim o yaxdır da müəllimə. Göz yaddaşı deyilən bir şey var. Bax, bunu da həll eləmədim. Çünki bunu da eləmişdik. Hə, 14. Müəllimlər tam başa düşdük. Bax bu əvvəlki sualı, bir də ikincisini. Bu təkrar bir də istifadə Mən edin. başa salmışsınız da, keçən dəfəkilərdə. Tam yadda qalır. Bəli, sualı baxan kimi bilgisi odur. Əla. Burada da 52'dir. Evet. Bu proqramda da belə aktivlik gözləyirəm sizdən. Buyurun. Bəli, müəllimə. Bu proqramda da belə aktivlik gözləyirəm sizdən. Buyurun. Müəllimə, burada da 13'tür da burada da. Ben bunu tam başa düşmədim. Buradan O neye çatırda da 13'tür. Bax, bu sualda məmzə ilişdim qaldım. Çünki F ana 55 hara, nə bura gəl, bu 50 tapa bilməm. Karıştırdım. Mesela içinden tutabilmedim bu. Bu sualda nəsə mənə çatmadı. Rəqəmdəmi, yoxsa... Ben de tapmadım. Bəs digər sual müəllimlər, onu lövhədə izah edəcəm. Bəs 39 necə? Bu sual, bunu deyəsən Müəllimə, tapdım. bu şərtdə yazıb da 150'dən böyük ola bilməz. Bunu bir yerinə qoyub yazdım mən deyəsən, hansı ola bilir? Yox, müəllimə, 150'dən böyük ola bilməz. Ən böyük yerə 150 ola bilər. Yəni ondan böyük ola bilməz. Yok İlgaz müəllim. Mən Burada onu bilməm. nedir? 150'den Bizdən X plus Y olsun. Müəllimə, soruşsun da, onsuz da Y 150'dən kiçikdir. Bəli. X də 50'dən kiçikdir. Və yaxud da bərabərdir. Düzdür, isbab et, mən o məntiqə fikir vermədim. Mən bir götürüb ki, hamısını yerinə qoymuşum. Mən açığı müəllimə, özün belə öymək olmasın, mənim məntiqim həqiqətən güclüdür. Mən baxıram o saat hiss edirəm ki, bilirəm ki, bu 150'dən kiçikdirsə, deməli bu 152 ola bilməz. Ya 147'dir, ya 150'dir. Yəni onun bir də Python həll eləməyə ehtiyac yoxdur. Elə şərtə baxanda bilmək olur. Bəziləri var, mən tuturam məntiqdən. Bəli. Davam edək. burada da tip Bəndi izahı da belədir ki, müəllim, deməli minimumu götürür də, minimum, benim minimum qiymətlərini götürür. Cebem değil. Burada ben de diyeceğim.
Müəllimə, burada Bir P də- bəndi, P bəndi, Hə, P bəndi. Bakı minimumu götürürlər, minimumdan başlayır düzü. Bəli, bəli. Bəli. Əla. Mən Çünki də şərtdə, axırda şərtə baxın, bir şeyə baxın, B kvadrat mötərizədə i-ci bərabərdir minimum B. Burada deyir ki, maksimumları minimumdan əvəz elə. Ay sağ ol, hə. Yəni böyük 8-i ən azda 2-dir. 2 ilə əvəz edəcək. Harda 8 var, yerinə 2 qoyacaq. bəli. Bəs burada proqram hansı işi görür? Burada Burada- hamısına şeydir. Hər elementdən birini Yəni, B hər siyasına elementdən birini B siyasına alabilir. B bəndi, Bakı, Bakı. Yəni mən tam başa düşmüşük bu sualı. Bəli, bəli. Bəli, mən başa düşmüşüm. Bir dənə defimiz Bunu da başa düşmüşüm. Bəli. Bunda hansı işi görür bəs proqram? Nətər izah? Burada da elə bir ki, toplayırsan cəmiyin üstünə bir gəlsən. Yox, deyəm, yox, elə deyil. Bunu da başa düşmədim. Yəni, yalan. 0, 1, 2. Hə də hə. Burada Cəmi toplayıb üstünə bir gəlirdik. nəyin təmini? Baxın müəllim, orada 0, Müəllim, 1, 2. Elə bir ilk sıfırdan Zəmində Rencin cəmini toplayırıq burada. Yoxsa Ha, bir dəfə elə bir ki, S-in yerinə 1 qoyursunuz, gəlir AI. AI-miz nədir? Tutaq A 0-dır. 15 qoyuruq. 1-in üstünə 15 ilə 16. Sonra 16-nın üstünə A1-i qoyuruq. A1-imiz nədir? 33-dür. hə, 16-nın üstünə 33 gəlir. Sonra onun cavabında toplayırıq 13 ilə. Mən onu bir dəfəlik elədim. A-nın qiymətlərini toplayıb üstünə S-in biri gəldi. mən də heyli eləyirəm. Gəlməz axı mənim. Neçə eləyir ki? 15, 33, 48, hədə 62 eləyir də. Hə, 62. Hə. Burada məni renk çaşdırdı. Baxaq 43-ə. 43-də isə bizə nə tələb olunur? Deyir ki, x-i götür, bir emal elə. Hər dəfə emal edəndə y-in üzərinə 1 əlavə elə. Sizcə onda proqram hansı işi görür? Hər bir qiymətdə y-in üzərinə 1 əlavə. İlk də 0-dır. Deməli, bu neyini? Count edir də. Sayırdı da bu. Len edir, bəli. Birdən başlayır sayır, len edir, Y variantı. Burada lendir müəllimə. Hə də mən len edir, sayır edir. Şərt falan yoxdur O da. count göstərmişdi onu. Yo, lendir. O niyə səhv göstərir variantını? Ha. Düzəltmələr. Mən də len götürmüşdüm. Çünki uzunluğu şeydi Hə, tapmışdım. lendir. Lendir. Elə onu da soruşun. Lendir cavab. Bu nədir? Mən onu səhv etdim. Mən burada elə bir ki, bütün o qiymətləri yerinə qoyursunuz. O x elə bir ki, bir dəfə məsələn bir dəfə necə deyim? A0, A1, A2 hər dəfə neçə dəfə təkrarlanacaq? 1, 2, 3, 4, 5. Mən Altı bir sayın dəfə. çox üzr istəyirəm. Məni nəsə atdı, zoom atdı, təzədən bir də girdim. Eşitmədim. Hansına baxdınız müəllimə axırıncı? Bunu 43-dən qabaq. 43. Raca müəllimə qeyd olunub. Bəli, İlqar müəllim. İlqar müəllim 43-də bu sayır, len eləyir. Gedir oradan neçə dənə rəqəm varsa, hər dəfə rəqəmi götürür, emal edir. Rəqəm sayı qədər emal edir. Və hər dəfə də gedib rəqəmi götürəndə y0 idi, üstə 1 gəlir. Bax, bir rəqəmini götürəndə y-in üstə 1 gəlir, eləyir 2. Sonra mənfi altını götürəndə y-in üstə 1 gəlir, eləyir y2. Elə hamısını bir sayır. Deməli, bu proqram len işini yerinə yetirir. Len işini yerinə yetirir. Aydındır Niyazi müəllim? Bəli. Bir dənə defimiz qaldı. İndi axırda def izah edəcəm.
Bu da asan değil. Bu da asan. Yani 15 3'e 2'ye bölünmür. Elsiye getiriyor ya da cevap 15. Birinci şart ödənmir, ikinci şart ödəyir axı. Normalde birinci şart ödəmirsə elsiye getiriyor. İkinci şartta ehtiyac İf var, müəllim aşağı. Yox, ikinci də baxa bilmərik Niyazi müəllim. Baxın bu içə Niyə iflər. müəllim? İflər, çiçək iflərə baxmırıq ki biz. Yox, baxın Hem müəllim. ödeyende bakırdık. Üzümüzə qapını açmadılar. Çöl Ödəmir. darvazalar. Ona görə bilirsiniz necədir? Ya, bizə qalıb ki, çiçək iflər olanda biz onlara baxmalıyıq iflər. Ben çiçek evler olmurdu. Altında olsaydı bakacaktım. Deməli, birinci şərt ödənmirsə, onda onun... Orada elsiye düşürür şey. Şeye gedirik. Printix. Eğer o birisi ifin altında olsaydı onda siz diyendi. Onda o şey müəllime alt-alta if olur da. Bu birinci ifin altındakı elsə düşür. X'i çarpır. Benim print X 15. Mənim belə ağlımda belə qalıb ki, kiçik iflərdən deməli mən bunu səhv eləmişəm. Yok. Eğer if ödeseydi siz diyende onda içinde if'e düşecektik. Onu da ona bakacaktık. Onu ödeseydi amel edecektik. Yok ödeseydi elseydi. Niyazi müəllim həmişə nədən bilirəm mən bunu? Nazır müəllimə izah eləyəndə deyirdi qapı açılsın ki biz içəri girək də. Bəli. Yəni üzümüzə qapı açmırlar. Hə, qapını açmadılar, bir də getdi elsə. Bəli. O qapını yadda saxlamaq lazım. Hə. Gerek kapı açıldısa getirdik. Açılmasa getdik. Şöyle çıkırız. Bəli, icazə vermirlər bizə. Əla. Əla. 45 məmlə çox sadə misaldır. Əminəm ki, Bu da asandı. 125'i 100'e 1. Güzel bölənmə yox. Qalık 5 şaşdım. Tam dedim şaşdım. Bəli. 5 Burada 200 vurur. 5 eləmir. Benim 25 edir. 225. 5 edir, bəli. Hə, 225. Beybəndi, Bakı. X. Yani 125 225'ten büyüktür mü? Hayır. Önce Y çapa verir 225'i. Bəli, bəli. bəli. Baxaq 46-ya. Niyazi müəllim, 46-nın izahını deyil, zəhmət olmasın. Burada asandır. Burada 22'ni verdik. Birinci şərtə baxırıq ki, 22 2'yə bölünməsindən alınan qalıb bir bərabər deyil. Ona görə də düşürük aşağıdakı. Yok. Hə, müəllim, orada ikinci şərtdə var da. Düz deyilən, bunu düz eləmişəm. İkinci şərtdə ora baxmadım. Burada oldu. Deməli, bu ikinci şərtdə ödəyir da. Burada 7 5'dən böyük olduğuna görə bəli, ödəyir. Onda x'i 2'ye vururuq. 22 44. X'in üstünə y gəlirik. Deməli. Hə. X'in qiyməti 22 idi. 44'də 66 eləyir. Təzəndən də 66'dan da B çıxanda 61. 61 qalır. Bəli, bəli. Cavab A bəndidir. Akif. Bəli. Ben. Əla. Bu da Burada- asandı. Burada Else'den Nöqtədir. Elsə ilə print avrağan, onun printdən sonra 2 nöqtə ola bilməz. Sən də Else'den sonra da 2 nokta olmalıydı. Hə, hə. Əla. burada da bir 0-2. 0-2-ni çap eləyin. Bu da asan. Baxın Niyazi müəllim. Beybəndi, deyirəm, müəllimə deyirəm də 51 plus də o tərəfi yoxdur. Merhaba düz değil bir şey olmazsa. Düzdür, bəli, müəllim. Da burada yəni Öldürəcəkdim. Niyazi müəllim, sizcə burada iflərin hər ikisinə də baxırıq mı? burada demək baxmalıyıq da çünki hamısı bir alt-altadır. Ona görə biz xəttə düzülür də iflər. Ona görə də ikisinə də şərtdə də yoxlayırıq. Niyazi müəllim, burada Hə. qapını açdılar, açmadılar, içəri hamısına giririk. Burada qapılar yan-yanadır da. Yəni Hə, burada hə. biraz
Ürəkli qonaqlar necə lazımdırsa hərəkət eləyir. O bir qonağımız iç-içə iflərdə qonağımız utancaqdır. O Gərək birisi darvazaydı, artıq bu qapılardır. bəli. Artıq evin içindədir. Belə bir senari quraq ki, bu evin içindədir artıq. Otaqlara baxır. Bəli, Bu da 49. 12 oldu. Burada müəllimə 12, arkasında da 2 dənə 13. Niyə? Çünki Y2-yə vurur. Bəli. Baxın müəllimlər, burada bəzən müəllimlərimiz götürüb hamısını toplayır. Yox. Sətir tipi də deyək. Sətir Yox, tipindən tipi toplanır. Sizin tip verilərini atın. Sizin tip verilərini toplamaq olsun. Yanına yan-yana yaz. Əla. Bəli. Bak içinde ben D variant oldu. Burada da 155 aldım ne? Müəllim Ha, bu Ben- 13 oldu. Ha, düzdür. deyildi, bəli. Müəllim, elə burada da deməli 155 aldım ben. 155-dir, bəli. Ha, bu ben de 155 aldım. 15 Ha. yanında 5 idi diyorsun. Baxın orada integer artıq print integer şeyə çevirib də, nədir? Həqiqətən. Neden çevirir? Bəli. Hə, həqiqətən Hə. həqiqi tipə çevirir. Bəli. Ama aşağıda print şeye verende уже yine şeyle hesaplayırıq da. Yani 15 ise göre 5 kimi gelmeydi. 15 5 kimi hesaplayırıq. Öyle değil. Bəli, bəli. Bəli. 15 yanında 5. Bəli. İndi müəllimlər, keçən lövhəmizə başlayaq deflərin həllinə. Bir neçə dənə də əlavə def həll edək. Qrupa atmışdım def, o deflərin izahına baxaq. Ben orada dostum eğlenmişim, ben orada çətinliyim olmadı. Defləri deyirsiniz, müəllim, qrupa atdığım defi. Bəli, bəli. Əla. Bax. Burada aslında bir dənəsi var idi, dən görüm, tapa bilsəm. diye. Ben bu misal bunu eləyə bilmədim. Ne yalan deyir. Ha, Bir dənə bunu eləyə ben de bilmədim. bunu Deyir bu desin. Ne kadar elədim alınmadı. Dedim 100% orada rəqəmdə səhvlik var. Ya da mən səhv edirəm. Hə, deflər biraz Ben bir bu siyasetlerden, bu da bir de bu siyasetlerden. baxın. Burada devam altı tuttu, unuttum. Ben anlamadım. Bax. Misal burada hardan başlayır? Misal burada başlayır. Müəllimlər, ekran görünür, yazı yazdığım lövhə. Bəli, müəllim hocam. Yəni, səsdə görüntü problemi olsa deyil. Deməli, misalımız hansı hissədən başlayır? Bu hissədən başlayır.
Deyir n bərabərdir 0. A isə 55. While-la dövr edirik. Burada birinci aşağı neydi? Yok. Yox müəllim. Misal buradan başlayır. Bax, burada. Birinci. Buradan başlayır. Bir yazdım. Misal buradan başlayır. Deyir ki, A çıxılsın. Birinci dövrdə deyir 55. 55 kiçikliyimiz sıfırdan. Deyirik ki, hə, birinci dövrdə. Və gəlirik dövrə düşürük. Deyirik A-ya mənimsət. A bərabərdir. Yəni mənimsət A çıxılsın. 55 çıxılsın. F 55. F 55 bilmirəm axı neçədir. Yukarı değil. Bəli. M-in də üstü 1 gəlirəm, 21 olur. Yatırıb yazıram onu yuxarıdan. Bu 55'i təzə sizin geçsin. Bəli. Götürdü bunu, sətr tipində yazdı. 2 dənə 5 oldu. Dırnaq içində 2 dənə. Bu artıq 55 deyil. Bu artıq yanaşı 5'lərdir. Bəli. Bəli, 55 deyil artıq. İndi burada deyir for x, yəni emal elə. Emal edəndə nə edir? Gedir bir dəfə bu 5'i götürür, ikinci dəfə də bu 5'i götürür. Düzdürmü? 2 dəfə dövr edir də. Baxın, deyir ki, S-in üzərinə əlavə edir. İnt tipində i dəyişənini. S-imiz də neçəydi? 0. Baxın, S-imiz 0 idi. 0'ın üstünə nə əlavə elədi? 5 elədi 5. Bu birinci dövrdə idi. İkinci dövrdə də yenə deyir. Bu dəfə də 5'i daxil et. Üstünə 5'i əlavə edə. İnt tipində. İntə çevirdi. Oldu 10. Bəli, bu da ikinci dövrümüzdə. Deməli, Sonra iyi Mənimlə. etmez. Deməli, F55 neçəymiş? 10'ymuş. Biz bunu getirip burada yerine yazmalıyız. Bəli, bu 10'ymuş. İndi bu 55'dən də götürdüm 10'nu çıxdım. Qaldı neçə? 45. 45, bəli. İndi A-nın qiyməti artıq 55 yox, 45'dir. İndi həmin qayda ilə 45'i Məndən təzdən dövr eləyəcəyik. əlbəttə ki, 45 olanda müəllimə, indi ikinci dövrümüzdə nə edirik? Deyirik ki, yəni Bunu bilmirdim. Bəli. Yazırıq ki, 45 böyükdürmü sıfırdan? Deyirik ki, hə. Hə deyəndə deyirik, A bərabər 45'dən çıx, F 45'i. F 45 bilmirəm neçə. Gətirirəm burada 45'i yerinə qoyub, necə ki 55'i yazmışdıq, indi 45'i yazırıq. 45 olanda da birinci dövrdə 4, ikinci dövrdə də 5. Bunu həll eləməliyik. Deməli, burada nə edirik? Yenə int tipində bir dəfə 4'ü götürürük, bir dəfə 5'i. Və nə edirik? Bərabərdir. Bir dəfə yazırıq ki, 0 üstə gələk 4 bərabərdir 4. Bir dəfə də yazırıq 4 üstə gələk 5 bərabərdir 9. Bu elədi 9. M-imiz də ki, yenə özü neyini artıq 2'dir da, ikinci dəfə dövr elədik axı. Birlikdə oldu 2. Üzərinə bir əlavə edik. Aynı sayı da böyle çıkıyor. Bəli, istəfə Onu dövr belə eləyək də müəllimə. Məsələn, hər dəfə öz rəqəmin öz rəqəmlərin cəmini çıxar. Az, bəli, heç iki dəfə dövr eləib. Görürsünüz müəllimə? Bir də həll eləyən kimi sırası götürdünüz ki, proqramın hansı işi görür. Proqramın hansı işi Rəqəm- gördüyünü bildiniz. Buna sefer birinci rəqəmi götürür, sonra rəqəmi toplayır. Bəli. Baxın, burada 45'dir. 45 bizə 9'u verdi. Hətta F45 9'u verdi. 5'e 9 çıxırıq. Bəli, 45'dən 9 çıxdıq, nə qaldı yerdə? 36. 36. İndi bu dəfə nə edəcək? İndi 36'dan 9 çıxacaq. Ay, sağ ol. Bəli. Rəqəmlərinin təmini çıxırılır. Ay, Hər dəfə rəqəmlərin cəmini çıxacaq. bəli. 25. Sonra 25'dən 7 çıxacaq. 25. 18. Yox, müəllimə, 28. 19. Müəllimə, baxın, 36. 28. Sən tutmayın mənimlə. Bəli, M-də də eləyir 3. Üçüncü dəfə dövr edir. Burada diqqətli olaq. Burada iş qiyməti verir. Say. 19. 20. O saatdan 9 çıxanda 27 eləmədi. Aynen. Ya da 9. 36'dan 9 çıkanla 27. Deməli,
27. 27-dən təzədən 9 çıxırıq. 9 çıxır, bəli. 18. 18. Hə, ən axırda 9 qalacaq deyəsən. Yox müəllimə, diqqətli yazaq ki, yəni Yox, 9 da gedişatı qalmış. biləndə də tez yazmayın, diqqətli yazın. Artıq bu neçənci dövrümüz idi? Üçüncü dövrümüz. Evimizdə 3 qiyməti aldı. Burada da 27 qiymətini aldı. Yox, bizdən emi soruşuyor. Hə də diqqətli yazmalıyıq. Bəli. Hə. Dördüncü dövrümüzdə də deyirik. 27-ni artıq baxırıq. 27-dən indi 9 çıxacaq. Bəli, 27-dən deyirik 27 böyükdür, 0-dan deyirik hə. Bu da gəlib deyirik. A bərabərdir. Deməli 27-dən çıxırıq yenə 9. Qalır neçə? 18. 18. Burada da evimiz də eləyir. Artıq 4. 4. Yenə baxın. Deyirik 18 böyükdür, 0-dan deyirik hə. Gəlirik burada A bərabərdir. 18-dən çıxırıq nəyi? Yenə 9. 9-u. Qalır yenə 9. 0 M6 olacaq. Yox, müəllimə bu 5-ci dövrümüz. Diqqətli Hə olun. də indi sonra 6 olacaq. Hə. Ən axırda. Bəli, düz deyirsən. Hə. Yazırıq. 6-cıda 9 böyükdür, Çox. 0. Hə. 9-dan 9 çıxırıq 0. Ay, sağ ol. Əla. Yazırıq. A bərabər 9 çıxılsın 9. O da 0. Evimiz neçə oldu? 6. 6. Bəli. Yenə gəlib 7-ci Və dəfə 0 deyirik 0. bir daha getmir. Dövr eləmir. İşte dövrdən çıxdı. Bu dövr deyil. Bəzən müəllimlərimiz 7-cində dövr kimi götürür. 7-ci dövr deyil. Çünki dövrə düşmədi axı. Dövr buydu. Düşün, burada heç bir iş görmədim. Ona görə İstəmir də. İstəmir. Gövdə bəli, ona görə 6 cavabını götürdük. Deməli, proqram 6 dəfə dövr eləmiş olmuş olur. belə baxıram deyirəm daşıyam, onu deyir. Sonra yatsam. Yox, biz sizdən də çalışın, tətbiq edin. Bir də götürün, sərbəst həll edin.